Salam aleykum dəyərli izləyicilər. Sizə belə bir radiator təqdim eləmək istəyirəm. Tacikistan. Bax, belə bir gözəl radiatordur. Yəni, arxa planı da çəkək. Bax, arxa planına baxın. Qalın, dolu, aşağıdan dəmir zat deyil. Nə bilim, maqnit yapışmır, tutmur. Dəmir qarşılacağı yoxdur. Bimetal deyil. Dəmir duralmin radiatordur. Adı da ki, uşaqlıqda kompüter oynamısınız da Dendi. Dendidə bir dənə Mario var idi, Mario adı. Bax, bu radiatorun adı Mario'dur. Görürsən? Mario, made in Tajikistan. C-stilet garantiya. Görürsünüz, 10 il garantiyası da var. Pasportu da mövcuddur. Pasportunda yazılıb ki, 1.8-200 watt stili verir. O da gözəl bir göstəricidir. Bir dənə son böyrünü də görsədim. Böyrləri. Bir dənə tərəziyə qoyaq bir dənə bunu. Bir dənə tərəziyə də qoyaq bir dənə çəkini görsədik sizə. İki yaxından baxın. Neçədir? Paçlı işdə 14 kiloya çatır. Paçlı işdə da tam 14 deyil. 13.800 bax belə. Yəni, bax, bu radiator sizə çox ucuz qiymətə, münasib qiymətə inşallah sizə təqdim edirik. Yəni, qiymətin soruşarsınız deyərik. Yeni gəlib bazara 2-3 gündür. Diqqətinizə görə çox sağ olun.